Hər kəsə salam. Bir xanım izləyicimizə söz vermişdim. Baza bədən üzərində qarset modelləşdirməsini göstərəcəm. Öncə qol altından 1 sm eniri və yaxa açıqlığını taparaq birləşdiririk. Yaxa dərinliyi isə modelə və zövqə uyğun dəyişə bilər. Bir çox insan qarset lekalını çətin hesab edir, lakin əsas qaydaları bildikdən sonra hazırlaması çox rahatdır. Daha sonra sinə xəttinin üzərində sinə arası məsafəni tapıb işarələyirik və həmin nöqtədən bel xəttinə doğru düz xətt çəkirik. Korsetin sinə hissəsinə vıtışka payı veririk. Qol dibi tərəfə 2 sm, sinə mərkəzinə doğru isə 1 sm. Bu vıtışka payları korsetin bədəni daha düzgün oturmasına kömək edir. Bel xəttinin üzərində sağ və sol tərəflərə uyğun paylar verərək bütün konstruksiya xəttlərini bir-biri ilə səliqəli şəkildə birləşdiririk. Bu hissədə markerlə üzərindən keçirəm, sizə daha aydın görünsün. Xəttlərin düzgün qurulması sonraki modelləşdirmə və tikimi mərhələsində çox önəmlidir. Kürək hissəsinin konstruksiyası isə daha rahat şəkildə hazırlanır. Qol kəsiyindən 1 sm enərək kürək xəttinə birləşdiririk. Daha sonra belin mərkəzini təyin edib arxa vıtışkanı yerləşdiririk. Vıtışkanın payını 2 hissəyə bölürük. Məndə dərinliyi 3 sm idi. Bu mərhələ bel formasının daha incə və dəqiq görünməsi üçün vacib rol oynayır. Bu model 4 hissəli korset konstruksiyası əsasında hazırlanacaq. İstəyə görə ön hissəsini daha uzun formada işləyə bilərsiniz. Yaxa hissəsini isə ürək-yaxa formasında modelləşdirə bilərsiniz. Sonda bütün konstruksiya xəttlərini yenidən yoxlayırıq, balans və simmetriyanı nəzarətdən keçirdirik. Daha sonra korseti hissələrə ayıraraq biçimə hazır vəziyyətə gətiririk. Bu mərhələdə isə sinə vıtışkasını bağlamaq vacibdir. Sinə vıtışkasını bağladıqdan sonra yaranan konstruktiv deformasiyanı parça üzərində düzəldə və ya lekalı yenidən çəkərək daha düzgün forma əldə edə bilərsiniz. Nəticədə korset üçün hazır lekal bu formada tamamlanır. Biçimdə ən çox hansı mövzularda çətinlik çəkirsinizsə şərhlərdə yazın. Növbəti videonu isə sizin istədiyiniz mövzu əsasında çəkək.